Oksidlər bölməsinin uşaqlar, oksid əsas turşu duzlar bölməsində səhifə 216-da deməli 169-cu sualı yazıram. 159 daha doğrusu. 159-u genetik əlaqə necə verilir? Kalsium hidridi, RH2 tipli uçucu olmayan hidrid su ilə reaksiyasından alınan maddə X-dir. X nədirsə plus karbon 4 oksidlə reaksiya edib. Buradan çıxa bilər uşaqlar qələvi. Suyu belə yazsaq HOH, yəni suyu belə yaza bilərik. Kalsiumla OH birləşəcək. Burada əmələ gələcək qələvi, bir də hidrogen qazı. Hidrogenin karbon 4 oksidlə reaksiyası nədir? Yoxdur. Birinci mərhələ reaksiyanı açıq yazanda yazardı kalsium hidridi plus su ilə reaksiyası, kalsium hidroksid, aktiv metalların hidridi qələvi plus hidrogen qazı. Bu dəyişmə və mübadilə reaksiyasıdır. Baxın, hidrogenlər burada birləşir, hidrogen qazı əmələ gəlir. Əslində, az əvvəl dediyim kimi, dəyişmə və mübadilə reaksiyası oksidləşmə reduksiya reaksiyasına aid deyil, amma bu aiddir. Burada hidrogen mənfi 1-dən də 0-a gəlir. Baxın, mənfi 1-dən 0-a. Bir də burada müsbət 1-dən hara gedir 0-a? Əksi öz-özünə oksidləşmə reduksiya reaksiyası və ya kommutasiya. Oksigen 2 dənə, bura bir 2 yazırıq. Hidrogen 2-ni vurduq 2-yə, 4, 2 də burada 6. 6-ın ikisi var. 4 dənə çatmır, bura bir də 2. Buradan 2 dənə maddə çıxıb. Biri hidrogendir, biri də qələvi. X elə bir maddə ki, o karbon 4 oksidlə reaksiya edib. Hidrogenin karbon 4 oksidlə reaksiyası nədir? Yoxdur, onda bu qələvidir. X maddəsi bizdən oldu? Qələvi. Qələvi nə oksidinlə reaksiya edir? Turşu oksidinlə reaksiya edir və oradan çıxan maddə minus nə çıxır orada? Su. Və bir də Y maddəsi əmələ gəlir. Qələvi əgər turşu oksidinlə reaksiya edib su çıxıbsa, burada normal duz əmələ gələcək. Kalsium karbonat, əhəy daşı mərmər, təbaşinin əsas tərkib hissəsi. Bu bizim Y maddəmizdir. Və Y maddəsi də qızdırıldıqda parçalanır. Z maddəsi çıxır və çıxan maddələrdən biri karbon neçə oksidi olur? 4 oksidi. Z-in də su ilə reaksiyasını yazıb uşaqlar. Z-in su ilə reaksiyasından yenidən X əmələ gəlir. Yəni X burada da var, burada da var. Sonunda da əmələ gəlir. İndi biz birinci hansı reaksiyanı yazdıq? Birinci kalsium hidridinin su ilə reaksiyasından aldıq maddə qələvi. İkinci bu qələvi X maddəsidir. Plus karbon 4 oksidlə reaksiya edir. Qələvi suda həll olan əsaslar turşu oksidlə reaksiya edir. Ona uyğun turşunun duzu əmələ gəlir. Buna uyğun turşu karbonatdır. Karbon 4 oksidi turşu oksiddir. Turşu oksidinə uyğun turşu karbonatın duzu əmələ gəlir. Kalsium nə əmələ gəlir? Karbonat, əhəy daşı, mərmər, təbaşinin əsas tərkib hissəsi və bir də su molekulu. Oxun aşağı hissəsində su çıxıb məlum maddədir. Baxın, çıxma, burada yazıb çıxma H2O. Burada Y maddəsi isə oldu kalsium karbonat. Sonra həmin Y maddəsini də qızdırıblar uşaqlar. Əhəy daşı, mərmər və təbaşinin əsas tərkib hissəsi parçalanır kalsium oksidinə və karbon 4 oksidinə. Kalsium oksidi əsas oksiddir. Karbon 4 oksidi turşu oksiddir. Həm kalsium oksidi yandırılmamış əhə və ya sönməmiş, həm də karbon 4 oksidinin harda alınmasıdır? O düşür, belə bir şey də düşə bilər. Hər ikisinin harda alınmasıdır? Sənayedə alınmasıdır. Əhəy daşının parçalanması hər ikisinin sənayedə alınmasıdır. Bu bizim oxun altında burada minus yazıb. Bu maddə məlumdur. Naməlum maddəmiz X, Y, Z gəlir. Z bizdə nə oksiddir? Kalsium oksidi, yandırılmamış əhə və ya sönməmiş əhə. Sonra həmin o Z maddəsi, kalsium oksidi su ilə reaksiya edir. Deməli, bu əsasi oksiddir. Bax, qısa yazırıq, əsasi oksid. Aktiv metalların əsasi oksidləri, yəni fəal metalların əsasi oksidi su ilə adi şəraitdə reaksiya edir. Yandırılmamış əhə və ya sönməmiş əhədir. Sunla reaksiyasından sönmüş əhəng əmələ gəlir. Bu reaksiya əhəngin söndürülməsi reaksiyasıdır. Əhəngin söndürülməsi reaksiyası hansı reaksiya aiddir? Birləşmə reaksiyasına aiddir. Və buradan əmələ gələn maddə yenə də nə yazıb? Burada X yazıb. Deməli, bizə deyir X-i müəyyən elə. X bizdə oldu qələvi. X oldu bizdə qələvi. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvilər. Y maddəsi oldu kalsium oksidi və daha doğrusu Y maddəsi kalsium karbonat oldu. Kalsium karbonatdan sonra Z maddəsi nə oldu uşaqlar? Z oldu kalsium oksidi. Bu sönmüş əhə, bu əhəy daşı, mərmər və təbaşinin əsas tərkib hissəsi. Bu da yandırılmamış əhə və ya sönməmiş əhə. Keçirik növbəti suala. Növbəti sual 160-cı sualda. 160-cı sualda yazıb maqnezium. Oxun üstündə nə yazıb? Plus sulfatla reaksiya edir. Burada sulfatın yanında uşaqlar nə duru yazıb, nə qatı.
Heç nə yazmayıb, amma oxun altında bir dənə burada Hidrogen uzun çıxardıbsa, duru. hidrogen çıxıbsa, deməli bu özünüz bilməlisiniz ki, hansı sulfatdır? Duru sulfat. Duru sulfat metalların şərti fəallıq sırasında hidrogenə qədər yerləşən metallarla reaksiya edib. Buradan bir duz çıxacaq. Maqnezium sulfat. Maqnezium sulfatı bunlar X-lə işarə edib testdə və hidrogen əmələ gəlir. Duru sulfat metalların şərti fəallıq sırasında hara qədər yerləşən hidrogenə, yəni litium, kalium, kalsium və s. burada da qurğuşun hidrogenə qədər yerləşən metallarla reaksiya edir, duz verir, maqnezium sulfat və hidrogen alınır. Bu bizim X maddəmizdir. X maddəsi yenidən 2 mol qələvi ilə reaksiya edir. Baxın, bütün duzlar qələvlərlə reaksiya girmir. Bir də təkrar edirəm. Yalnız nədə həll olan duzlar? Suda həll olan duzlar, qələvlərinə reaksiya daxil olur. O zaman reaksiya daxil olur ki, çıxan maddələrdən ya biri çöksün, ya da qazanlı olsun. Bu reaksiya axıra qədər gedir. Maqneziumla OH birləşir. Maqnezium hidroksid çöktü. Suda həll olmayan nə çıxdı buradan? Əsas. Və birdən natrium sulfat. Burada da minus nə çıxır oxun altında? Natrium sulfat. Dəyişmə və mübadilə reaksiyası. Bu bizim Y maddəmizdir. Nə maddəmizdir? Həmin o Y-də qızdırıblar. Suda həll olmayan əsaslar qələvlərdən fərqli olaraq qızdırıldıqda su və metal oksidi verir. Nə oksidi verir? Su çıxır, metal oksidi verir. Deməli, birinci reaksiya, bir də təkrar deyirəm. Birinci reaksiya nə oldu orada? Maqneziumun açıq şəkildə yazsın. Hansı sulfatla reaksiyasıdır? Duru sulfatla. Duru sulfat metalların şərti fəallığında hidrogenə qədər yerləşən metallarla reaksiya edir. Maqnezium 2 yox, maqnezium sulfat orta və necə duz çıxır? Suda həll olan duzdur və plus hidrogen. Bu yolla hidrogeni harda almaq olar? Laboratoriyada almaq olar. Bu bizim nə maddəmizdir? X maddəsi. İkinci reaksiyada maqnezium sulfat suda həll olan duz üzərinə 2 mol qələvə əlavə edirlər. Yəni bəzi duzlar qələvlərlə reaksiya edir. Suda həll olan maddə deməkdir. Qələvi ilə reaksiya edir. Bəzi duzlar o zamanki çıxan maddələrdən ya biri çöksün, ya da qaz halında olsun. Burada çöküntü çıxır. Maqnezium hidroksid suda həll olmayan əsas və natriumla da sulfat birləşir. Natrium SO4 dəyişmə və mübadilə reaksiyası. Burada da maqnezium hidroksid bizim nə maddəmiz oldu? Y maddəmiz və Y maddəsi də qızdırıldıqda suda həll olmayan əsaslar qələvlərdən fərqli olaraq suda həll olmayan əsaslar qızdırıldıqda metalın oksidinə və suya parçalanırlar. Parçalanma reaksiyası. Bir mürəkkəb maddədən neçə dənə mürəkkəb maddə əmələ gəlir? 2 də. Qələvləri hətta 1390 dərəcəyə qədər qızdırdıqda parçalanmır. Neynir orada? Əriyir. Amma suda həll olmayan əsaslar qələvlərdən fərqli olaraq qızdırıldıqda metal oksidi, əsas oksid, su oksiddir, lakin nə düz əmələ gətirəndir, nə gətirməyəndir. Deməli, X maddəsi nə oldu bizdə? X oldu bizdə maqnezium sulfat, orta və necə duzdur? Normal. Y oldu maqnezium hidroksid, suda həll olmayan əsas və Z də oldu bizdə maqnezium oksid. Necə oksiddir bu? Əsas oksid. Bəndi nə oldu? Duz, əsas oksid A bəndi. 160-ın cavabı nə oldu uşaqlar? A bəndi. 161-ə baxırıq. 161-də deyir, hansı reaksiyada suda həll olmayan əsas əmələ gəlir? Birinci reaksiyada. 161-də suda həll olmayan əsası almaq üçün müvafiq metalın, suda həll olmayan əsasın tərkibindəki metalın həll olan duz üzərinə. Baxın, müvafiq metalın həll olan nə üzərinə? Duz üzərinə. Nədən bilən bu duz həll olandı? Bu xlorid turşusunun duzudur, baxın. Xlorid turşusunun hansı duzu çökür? Gümüş, 1 xlorid çökür. Mütləq gümüşdən sonra bir sözün demək lazımdır. Ağ rəngli çöküntü və qurğuşun 2 xlorid. Bu da nə rəngli çöküntüdür uşaqlar? Ağ rəngli nədir? Çöküntüdür. Xlorid turşusunun neçədən duzu çökür? 2-dən. Gümüş 1 xlorid, bir də qurğuşun 2 xlorid. Dəmir 2 xlorid suda həll olan duzdur. Suda həll olan duz qələvi ilə reaksiya edir. Qələvi ilə reaksiya edir. Qələvi ilə reaksiya girəndə, həll olan duz qələvlərinə reaksiya girəndə dəmirlə OH birləşir. Dəmir 2 hidroksid, yaşıl rəngli nə çıxır burada? Çöküntü. Əsası xassəli, əsasdır. Yəni amfoter deyil də, burada dəmirin valenti 2-dirsə, suda həll olmayan əsas alınır. Amfoter nə vaxt olur? Dəmir 3 hidroksidi olur. Bu get-gedə qonurlaşan yaşıl rəngli çöküntüdür. Yəni rənginə mütləq fikir vermək lazım. Var dəmir 3 hidroksidi, bir də 2 hidroksidi. Çıxır burada 2 turşulu əsas və bariumla da xlor birləşir. Barium xlorid.
Dəyişmə və nə reaksiyası? Mübadilə. Suda həll olmayan əsası almaq üçün, baxın, dəmir 2 hidroksidini almaq üçün müvafiq metalı götürdük. Dəmirin həll olan nə üzərinə? Duz üzərinə qələvi əlavə elədik. Həll olan duz qələvi ilə o zaman reaksiya girir ki, çıxan maddələrdən ya biri çöksün, ya da qaz alınır. Buradan suda həll olmayan əsas alınır. 1. Doğrudur. İkinci reaksiya nədir? İkinci reaksiyada verib orada mis 2 sulfat. İkivalentli misin həll olan duzudur. Mis 2 sulfat suda həll olan duzdur. Həll olan duzu aşkar eləmək. İkivalentli mis duzlarını aşkar eləmək üçün bizə nə lazımdır? Qələvi. Həll olan duz qələvi ilə o zaman reaksiya girir ki, ya çöküntü çıxmalıdır, ya da qaz. Burada mislə OH birləşir. Mis 2 hidroksid nə rəngli çöküntü? Göy rəngli çöküntü və natriumla da sulfat birləşir. Natrium sulfat dəyişmə və mübadilə reaksiyası göy rəngli çöküntü əmələ gəldi. Suda həll olmayan əsası laboratoriyada almaq üçün müvafiq metalın, baxın həmin metalın, misin həll olan nə üzərinə? Duzu üzərinə nə əlavə elədik? Qələvi. Bir də təkrar edirəm, suda həll olmayan əsasları almaq üçün müvafiq metalın həll olan duzu üzərinə qələvi əlavə etmək lazımdır. Buradan da alındı. Üçüncü reaksiya getmir. Barium SO4 suda həll olmayan duzdur. Yadda saxlayın ki, suda həll olmayan duzun qələvi ilə reaksiyası yoxdur. Bu reaksiya getmir. Suda həll olmayan duz, barium SO4 necə şpatdır? Ağır şpat, qələvi ilə reaksiyası yoxdur. 1-dən 2. 160 neçəyə baxırıq? 2-yə. 162-də nədir? 162-də deyir ki, uşaqlar hansı reaksiyada suda həll olmayan əsas alınır? Yenə də suda həll olmayan əsas almaq üçün birinci reaksiyada yazıb kalsium karbonat. Karbonat turşusunun kalsium karbonatı çökür. Karbonatın 3 duzu həll olur. Natrium, kalium, amonium. Kalsium karbonat çöküntüdür. Əhəy daşı, mərmər və təbaşı. Və pilus qələvi ilə reaksiyası yazıb. Suda həll olmayan duzun, baxın çöküntünü, suda həll olan əsas qələvi ilə reaksiyası nədir? Suda həll olmayan duzun qələvi ilə reaksiyası yoxdur. Duzla qələvi nə zaman reaksiya gedir? Suda həll olan duz qələvi ilə o zaman reaksiya gedir ki, çıxan maddələrdən ya biri çöksün, ya da qaz halında olsun. Mis 2 xlorid suda həll olan maddədir, həll olan duzdur. Xloridin 2 dənə duzu çökürdü. Gümüş 1 xlorid və qurğuşun 2 xlorid. Qalan xloridin duzları suda neyniyəndə həll olan, üzərinə 2 mol qələvi əlavə ediblər. İkivalentli mis duzlarını aşkarlamaq üçün qələvi lazımdır. Mis 2 hidroksidi göy rəngli nədir? Çöküntü. Suda həll olmayan əsas alındı və natrium xlorid dəyişmə və mübadilə reaksiyasıdır. Suda həll olmayan əsası almaq üçün müvafiq metalın, yəni əsasın tərkibindəki metalın hansı duz üzərinə? Həll olan duz üzərinə. Baxın, həll olan duz üzərinə nə əlavə edirlər? Qələvi əlavə edirlər. Dəyişmə və nə reaksiyası? Nə rəngli çöküntü? Göy rəngli çöküntü. 2-də alındı. Və üçüncü nə yazıb orada? Üçüncüdə yazıb dəmir 2 xlorid. Dəmir 2 xlorid suda həll olan duzdur. Xlorid turşusunun 2 dənə duzu çökürdü, dedi. Gümüş 1 xlorid, qurğuşun 2 xlorid. İkivalentli dəmir duzlarını aşkarlamaq üçün, baxın, dəmir 2 müsbət. İkivalentli dəmir duzunu aşkarlamaq üçün bizə qələvi lazımdır. Kalsium hidroksid nədir? Qələvidir. Aktiv metalların hidroksidlərinə nələr deyirlər? Qələvilər. Bu qələvi torpaq metalının hidroksididir. Həll olan duz, baxın, həll olan maddə yazmışam bura. Həll olan duz qələvi ilə o zaman reaksiya girir ki, burada ya çöküntü verməlidir. İkivalentlidirsə 2 dənə OH birləşəcək. Dəmir 2 hidroksidi, yaşıl rəngli çöküntü. Amma qıraqda qalsa get-gedə neynir? Qonurlaşır. Və pilus kalsium nə əmələ gəlir? Xlorid. Duz əmələ gəlir. Həll olan duz qələvi ilə nə zaman reaksiya gedir? Çıxan maddələrdən biri çökdü. Bir də təkrar edirəm, suda həll olmayan əsas almaq istəyirsə, müvafiq metal, həmin metalın, baxın, müvafiq metalın həll olan nə üzərinə? Duz üzərinə qələvi əlavə etmək lazımdır. Və buradan çıxan maddə çökdü. Dəmir var 2 hidroksidi, var 3 hidroksidi. Təkrarən deyirəm, 2 hidroksidi yaşıl rəngli çöküntüdür. Və qalsa qıraqda get-gedə neynir? Qonurlaşır. Bu əsası xassəli, suda həll olmayan əsasdır. Amma dəmir 3 hidroksidi olsa, uşaqlar, 3 valentli dəmirin hidroksidi olsa, dəmir 3 hidroksid, 3 turşulu əsasdır. Bu qonur rəngli çöküntüdür və bu amfoter xassəli əsasdır. Yəni neçəli xassəlidir? 2-li. Ona görə ki, uşaqlar, dəmir ona uyğun olan 3 oksidi amfoter oksiddir. Necə oksiddir bu? 3 valentli dəmirin oksidi amfoter oksid olduğuna görə ona uyğun gələn əsas da necə xassəlidir? Amfoter xassəlidir.
Deməli, suda həll olmayan əsas ikinci reaksiyadan alınır və bir də üçüncü reaksiyadan 162-ci cavabı necə oldu? 2, 3. 2, 3 olanda cavab D bəndi. Keçdik indi 163-ə. 163-də deyir ki, reaksiya daxil olan maddələr, reaksiya daxil olan maddələr, reaksiya məhsulları arasında uyğunluğu müəyyən edin. Birinci nə verib burada uşaqlar? Rum rəqəminə yazıb 1, 2, 3. Bir də neçə yazıb? 4. Reaksiya daxil olan maddələr və uyğunluğu isə rəqəmlərlə verib. Birinci, ikinci, üçüncü, dördüncü, beşinci və s. Deməli, 6 da uyğunluq verib. Birinci uyğunluqda necə duz çıxıb burada? Normal duz və nə çıxıb burada? Su. İkinci uyğunluqda turş duz çıxıb. Kalium, hidrosulfit, itin duzu çıxıb. Hidrosulfit, at yox ha, hidrosulfit. Üçüncü uyğunluqda kalium karbonat, orta və normal duz və bir də nə molekulu çıxıb? Su. Dördüncü uyğunluqda kalium hidro, nə çıxıb burada? Karbonat, hidrokarbonat və beşinci uyğunluqda kalium sulfat, sulfit daha doğrusu. Beşincidə kalium sulfit, normal duz və bir də su molekulu çıxıb. Altıncı uyğunluqda kalium hidrosulfat çıxıb. 6 dənədir, amma 4 dənə burada reaksiya verib. Birinci nədir uşaqlar? Birinci yazıb qələvi. Qələvinin turş oksidinə reaksiyasını yazırıq. Turş oksidi nədir? Kükürt altı oksidi. Kükürt altı oksidi sulfatın anhidrididir. İki əsaslı, baxın burada fikirləşirsiniz özünüz. Buna uyğun gələn turşu H2SO4-dür. İki əsaslı turşulara uyğun olan turş oksidlərinin qələvlərlə iki cür reaksiyası var. Minimum, bir də maksimum. İndi 1 mol olsa bu minimumdur. Minimum olsa OH bir dənə olduğuna görə buradakı hidrogen neçəsi əvəz olunacaq? Biri metalla əvəz olunacaq. Əmələ gələcək kalium hidrosulfat, turş duz verir. Baxın, bir dənə maddə verir. O da necə duz verir? Turş duz. Bir də təkrar edirəm uşaqlar. 3 dənə iki əsaslı turşuya uyğun olan turş oksidi var. Birinci reaksiyada nə verdi? Qələvi. Yeyici kalium qələvisi. Kükürt altı oksidinə uyğun gələn turşu hansı turşu oldu? Bunu siz fikirləşin. Sulfatın nə idi bu? Anhidridi. Neçə mol verib burada? 1 mola 1 mol veribsə. Ümumiyyətlə harda turş duz, normal duz deyəndə nə miqdarına baxmaq lazımdır? Maddə miqdarına. OH-ın biri ilə burada hidrogen, OH bir dənə olduğu üçün hidrogenin biri əvəz olunur. Metalla. Nə ilə əvəz olunur? Və bu zaman turş duz çıxır. Turş duz. Hidrosulfat, hidrogenin biri eyni metalla qismən əvəz olunur. Turş duz çıxanda uşaqlar su çıxmır bu. Bu turşu deyil, nə oksiddir bu? Turş oksidini minimum qələvi ilə reaksiya girəndə, minimum qələvi olanda bir dənə duz verir. O da necə duz verir? Turş duz. Hidro, kalium, hidrosulfat. Duzun adı nə oldu? Kalium, hidrosulfat. İkinci reaksiyada 2 mol qələvi verib. Plus kükürt 4 oksidi verib. Kükürt 4 oksidinə uyğun gələn turşu sulfitdir. H2SO3. Bu maksimum qələvidir. Nədən bilirik? OH neçədəndir? 2 dənə. Baxın, bu 2 buna aiddir. Hidroksid qrupu bir dənədir. 2 də gələndə 2 dənə hidroksid qrupu, ona uyğun gələn turşuda 2 dənə də hidrogen var. 2 hidrogen olduğuna, hidroksid qrupu 2 olduğu üçün hidrogenin ikisi də eyni metalla tam əvəz olunur. Necə duz çıxacaq? Normal duz, sulfitin duzu və bir də su molekulu çıxır. Deməli, qələvi turş oksidinə reaksiya girib, maksimum qələvi ilə turş oksidi reaksiya girəndə normal duzdan başqa bir dənə molekulu çıxır, su molekulu. Bu ikinci reaksiyadır. Üçüncü reaksiyada nə verib uşaqlar? Üçüncü reaksiyada verib qələvi yenə də karbon 4 oksidi iki əsaslı turşuya uyğun olan nə oksiddir? Turş oksiddir. Onun qələvi ilə iki cür reaksiyası var. Var 1 mola 1 molsa minimum qələvidir. Minimum qələvi olanda OH bir dənə, buradakı OH qrupu, hidroksid qrupu bir dənə olduğuna görə hidrogenin biri əvəz olunur. Nə ilə? Metalla. Kalium hidrokarbonat çıxır. Kalium hidrokarbonat, iki əsaslı turşuda hidrogenin biri eyni metalla qismən əvəz olunubsa, bu necə duzdur? Turş duz əmələ gəlir. Və turş duz çıxanda burada su molekulu çıxmır. Niyə? Ona görə ki, bu turş oksididir, qələvi ilə reaksiya girib. Əgər burada turş olsaydı, qələvi ilə reaksiya girib, turş duz çıxanda bir dənə molekulu verərdi, su molekulu. Amma turş oksidi minimum qələvi ilə reaksiya girəndə bir dənə maddə, o da necə duz çıxır? Turş duz. Və dördüncü reaksiyanı yazırıq. Dördüncü reaksiyada nə yazıb orada? Dördüncü reaksiyada yazıb 2 mol qələvi.
plus karbon 4 oksidinə reaksiya gedir. OH 2 dənədir. Baxın, buna uyğun gələn turşu 2 əsaslıdır və OH-ın sayı turşunun əsaslığının hidrogenin sayına bərabərsə, əsaslığını bildirən hidrogenlə hidroksid qrupun sayı eynidirsə, necə duz çıxacaq? Normal duz, karbonatın duzu və bir də su molekulu. Bu hansı qələvi oldu? Maksimum. Maksimum qələvi neçə mola, neçə moldur? 2 mola, 1 mol olanda, maksimum qələvi olanda normal duzdan başqa bir də su molekulu çıxır. Birinci reaksiyada turş duz hidrosulfat olduğuna görə 1-ə aiddir 6. İkinci reaksiyada maksimum qələvi olur və sulfitin duzu, normal duz və su çıxır. Ona aiddir 5-ci reaksiya. Üçüncü reaksiyada deməli qələvin karbon 4 oksidinin minimum qələvi ilə reaksiyasına kalium hidrokarbonat çıxır. Ona aiddir 4. Və 4-cü reaksiyada isə 4-cü budur uşaqlar. Qələvi turşu oksidinin turşu oksidinə reaksiya gedir. Özü hansı qələvi ilə? Maksimum qələvi ilə reaksiya girəndə necə duz verəcək? Normal duz və su. Buna da aiddir 3. Kalium karbonat, bir də su 3. Keçdik indi digər suala. Digər sual yenə də belədir uşaqlar, 164. Deməli, buradan nə öyrəndik? Buradan öyrəndik ki, konkret 2 əsaslı turşulara uyğun olan nə oksidləri? Turşu oksidi. Hansılardır? Kükürt 6 oksidi, kükürt 4 oksidi və karbon 4 oksidi. Buna uyğun gələn turşu sulfitdir. Baxın, sulfatın daha doğrusu anhidridi. Sulfatın nə idi bu? Anhidridi. Bu isə sulfitin anhidrididir. Sulfit turşusunun anhidrididir. Bu anhidrid, bunlardır bu 3 dənə. Bu karbonatın anhidrididir. Buna uyğun olan turşu karbonat turşusudur. Turşu oksidlərinin, bu 2 əsaslı turşulara uyğun olan turşu oksidlərinin qələvlərlə neçə cür reaksiyası var? 2 cür. Minimum qələvi. Hansı qələvi? Bu 3 dənəyə aiddir. Minimum qələvi ilə reaksiya girəndə necə duz verir? Turş duz 1 dənə maddə verəcək. Və bunların qələvlərlə reaksiyası turşu oksid. Bu 3 dənə turşu oksidinin yenə də qələvi ilə reaksiyası, amma maksimum qələvi. Maksimum olanda necə duz verir? Normal duz və bir dənə molekulu verir su. İndi bu nəzəriyyəsini yazdım, amma sual belədir. Sual birincidə nə yazıb Rum rəqəminə? Yazıb burada qələvi. Yeyici natrium qələvisi və ya kaustik soda. Kükürt 6 oksidinə reaksiya girib. Neçə mola, neçə mol? 1 mola 1. OH 1 dənə. Buna uyğun gələn turşu 2 əsaslıdır. Turş duz verəcək. Kalium. Baxın, buna uyğun gələn turşu sulfat olduğuna görə hidrogen OH qrupu, hidroksid qrupu 1 dənə olduğu üçün hidrogenin biri metalla əvəz olunur. Natrium hidrosulfat turş duz əmələ gəlir. Bu minimum qələvidir. Hansı qələvidir? Minimum. İkinci reaksiyada nə verib? 2 mol qələvi verib. 2 mol yeyici natrium qələvisi plus kükürt 4 oksidi, kükürt dioksid, kükürt kəskin iyli kükürt qazı, sulfitin nə idi bu? Anhidridi, sulfit turşusuna uyğun gəlir. OH qrupu 2 dənədir, hidroksid qrupu, hidrogen də 2 dənədir. 2 mola 1 molsa maksimum qələvidir. Maksimum qələvi olanda ona uyğun gələn duz normaldır, sulfitin duzu və bir dənə molekulu çıxır, su molekulu. Üçüncü reaksiyaya baxırıq. Üçüncü reaksiyada orada verib deməli qələvi. Qələvi plus karbon 4 oksidi. Karbon 4 oksidi minimum qələvi ilə reaksiya gedir. Minimum qələvi 1 mola, 1 mol olanda OH-ın birinə buna uyğun gələn turşudakı hidrogenin neçəsi əvəz olunur? 1 əvəz olunacaq. Turş duz, natrium hidrokarbonat, texniki adı nə sodasıdır? Çay sodası. Minimum qələvi ilə hansı duz verdi? Turş duz. 1 mola, 1 mol olanda və 4-cü 2 mol qələvi maksimumdur yenə. Plus karbon 4 oksidi, turşu oksiddir. Qələvi ilə turşu oksidi girir. OH 2 dənə buna uyğun gələn turşuda hidrogen 2-də olduğuna görə normal duz verir, bərabərdir və bir də su molekulu. Normal duz və su. Birinci reaksiyada turş duz çıxır. Natrium hidrosulfat 1-ə aiddir nə? 6. Hidro nə verdi orada? Sulfat. İkinci reaksiyada sulfitin normal duzu və su çıxır. İkinci reaksiyaya aiddir 5. Üçüncü reaksiyada natrium hidrokarbonat çıxır. O 4-də yazılıb. 3-ün cavabı 4-dür və 4-cü reaksiyanın cavabında normal duz nə verir burada? Natrium karbonat və su, ona da aiddir 3. Keçdik, bəli. Keçdik digər suala. Digər sual nədir uşaqlar? Neçənci sual yazırıq? 165. 165-də deyir ki, burada
Reaksiya daxil olduğu maddələr 165-də cədvəl çəkib uşaqlar xörək duzu və reaksiya daxil olduğu maddə X-dir. Reaksiya məhsullarından biri isə natrium nitratdır. Məhsullarından nəyi? Biri. Deyir ki, X hansı X, Y, Z verib. Reaksiya belədir. Deməli, reaksiya daxil olan maddə xörək duzudur və X-dir. Çıxan məhsullardan biri də natrium nitratdır. İkinci reaksiyada nə verib? Natrium nitrat, çili şorası Y maddəsinin reaksiya daxil olub. Çıxan məhsullardan biri natrium sulfatdır. Üçüncü reaksiyada nə verib? Natrium sulfat plus Z maddəsinə reaksiya gedib və çıxan məhsullardan biri natrium xloriddir. Nöqtə. Bizə deyir ki, hansında X, Y və Z turşu ola bilər. Əvvəla nitrat turşusu burada ola bilməz. Nitrat xloridi neyə bilməz? Çıxara bilməz. Nitrat turşusu dərsində keçmişdik ki, nitrat nə sulfat turşusu, nə xloridi, nə ortofosfatı duzdan neyə bilməz? Burada biz bu duzu almaq üçün bura bir turşu qoysam, baxın bu duzun tərkibindəki turşuya baxıram, nə turşusudur? Nitratdır. Nitratı qoysam bu reaksiya neynəməz? Getməz. Yəni bu X maddəsi turşu ola bilməz. Gəldik bura. Bura sulfat qoymaq olar. Bəli, sulfat, qatı sulfat nitratı duzdan sıxışdırıb neynir? Çıxarır. Yəni qatı sulfat bütün turşuların şərti fəallıq sırası var idi. Duzlardakı turşuları sıxışdırıb neynəmə sırası var idi? Turşuların, duzlardakı turşuları sıxışdırıb çıxarma sırasında ən birinci gələn turşu hansı idi? Sulfat. Sonra xlorid, sonra nə gəlirdi? Ortada nitrat. Lap aşağıda nə gəlirdi? Ortu nə? Fosfat. Bunların üçünün də şərt fəallığı nə idi? Eyni idi. Sonra gəlirdi sulfit. Sonra gəlirdi sirkə turşusu, üzvü turşuların nümunəsində sirkə turşusu. Sonra karbonat. Karbonatdan sonra sulfit. Lap axırda nə gəlirdi? Metasilikat. Bu cərgədə hər öndə gələn turşu özündən sonra gələn turşunu duzdan sıxışdırıb çıxarır. İndi qatı sulfat bütün turşulardan əvvəl gəldiyinə görə nitratı duzdan çıxara bilər. Burada nədən bilirəm? Bu duzun tərkibindəki turşuya baxıram. Sulfat olduğuna görə bura sulfat yazmaq olar. Sulfat nitratı duzdan sıxışdırıb çıxara bilər. Digərinə baxırıq. Xlorid, burada duzun tərkibində xlorid turşusunun qalığı olduğuna görə bura xlorid yazmaq olmaz. Xlorid turşusu sulfatı duzdan neyə bilməz? Çıxara bilməz. Deməli, hansı X, Y, Z-in hansı turşudur? Yalnız Y turşudur. Yalnız Y maddəsi nə oldu? Turşu. Bir də təkrar edirəm. Bax, belə bir duz verilib. Natrium xlorid plus üzərinə X əlavə eləyəndən sonra burada natrium nitrat çıxıb. Deyir, X burada turşu ola bilər ya yox. Baxıram, bu alınan maddələrdən biri duzdur və nöqtə. Bu duzun tərkibindəki turşu nitrat olduğuna görə bura bir nitrat yazsam, nitrat xloridi duzdan neyə bilməz? Çıxara bilməz. Çünki turşuların şərt fəallığında ən birinci nə gəlirdi? Sulfat. Sonra orada gəlirdi xlorid. Xlorid orta yerdə burada nə gəlirdi? Nitrat və ortofosfat. Və nitrat turşusu nə sulfatı, nə xloridi, nə ortofosfatı duzdan sıxışdırıb neyə bilməz? Nitrat xloridi də, ortofosfatı da, sulfatı da sıxışdırıb çıxara bilməz. Özündən sonra gələnləri çıxarır. Özündən sonra gələn, yəni sulfit və digərlərini duzdan neyə bilər? Çıxara bilər. Burada X-in yerinə nitrat ola bilməz. İkinci reaksiyaya baxanda nə var orada? İkinci reaksiyada verib deməli natrium nitrat, çili şorası və üzərinə Y əlavə eləyəndən sonra burada çıxan maddə nədir uşaqlar? Natrium sulfat və üstə gəlmə nöqtə. Bu sulfatın duzudur. Burada sulfat turşusu götürmək olar. Deyir, Y turşu ola bilər. Ona görə ki, qatı sulfat nitratı duzdan sıxışdırıb neynəyəcək? Çıxaracaq. Duz ilə turşu nə zaman reaksiya gedir? Turşuların duzlardakı turşuları sıxışdırıb neynəmə sırası var? Turşuların duzlardakı turşuları sıxışdırıb çıxarma sırası var. Bu cərgədə hər öndə gələn turşu özündən sonra gələn turşunu duzdan sıxışdırıb çıxarır. Sonra nə gəlirdi oradan? Deməli, sonra gələn natrium sulfatdır uşaqlar. Natrium sulfat orta və normal duzdur. Üzərinə Z əlavə ediblər və natrium xlorid əmələ gəlib. Bu xloridin duzu olduğuna görə bura xlorid turşusunu yazmaq olmaz. Xlorid turşusu sulfatı duzdan neyə bilməz? Sıxışdırıb çıxara bilməz. Hansında
X, Y-in, X, Y və Z hansı turşudur? Yalnız Y turşudur. Burada X ilə Z turşu neyə bilməz? Ola bilməz. Cavab oldu hansında X, Y və Z maddələrinin hansı turşu ola bilər? Yalnız Y yebəndir. Maraqlı sual idi. Keçdik digər suala. Digər sualda nədir uşaqlar? 100 neçə gəlirdi burada? 66. 166-da deyir ki, kalsium klorid eyni həmin cədvəl verilib. Kalsium kloridin üzərinə X əlavə eləyəndən sonra reaksiya daxil olan maddələr bunlar ikisidir və reaksiya məhsullarından biri kalsium nitratdır burada. İndi bizə deyir ki, hansında plus digəri nöqtə-nöqtə X, Y, Z-in hansı turşu ola bilər? Buradan duz alınıb. Nəyin duzu alınıb uşaqlar? Nitratın duzu alındığına görə bura nitrat turşusu yazmaq olmaz. Ona görə ki, nitrat nə xloridi, nə sulfatı, nə ortofosfatı duzdan neyə bilməz? Çıxara bilməz. Duzla turşu nə zaman reaksiya girir? Turşuların, duzlardakı turşuların nə sırası var? Sıxışdırıb çıxarma sırası var və o cərgədə bir də təkrar edirəm. Ən öndə gələn turşu hansı idi? Sulfat. Sonra xlorid. Xloriddən sonra nə gəlirdi? Nitrat və ortofosfat. Bu arada nitrat nə xloridi, nə ortofosfatı, nə də sulfatı neyə bilməz? Çıxara bilməz. Keçdik Y-ə nədir? Y-də yenə də burada duz verilib, xörək duzu. Hələ həmin sualın ikinci 166-nın ikinci bəndinə baxırıq. Xörək duzu verilib və üzərinə Y əlavə eləyiblər. Y əlavə eləyəndən sonra alınan duzlardan biri natrium sulfatdır. Bəli, bu ola bilər. Sulfat xloridi duzdan sıxışdırıb neynir? Çıxarır. Çünki ən birinci gələn o cərgədə duz ilə turşu arasında gedən reaksiyada turşuların, duzlardakı turşuları sıxışdırıb çıxarma sırasında ən birinci gələn turşu nədir? Sulfat. Sulfat bütün turşuları duzdan sıxışdırıb neynir? Çıxarır. Baxın, sulfat xloridi duzdan sıxışdırıb neyə bilər? Çıxara bilər. Aydındır. Hidrogen xlorid nə halında çıxır? Qaz halında. RH tipli necə hidritdir? Uçucu hidrit və bu qaz suda necə həll olur? Yaxşı. Suda həll olandan sonra müvafiq nə əmələ gətirir? Turşu əmələ gətirir. Bir həcm suda, mən sizə demişdim, bir həcm suda, yəni bir həcm suda 500 həcm hidrogen xlorid qazı həll olur. Bir həcm suyun içərisində nə qədər həll olur? 500 həcm hidrogen xlorid qazı həll olaraq müvafiq nə əmələ gətirir? Turşu. Burada qatı sulfat ola bilər. Digər üçüncüsünə baxaq həmin bəndi. Natrium nitrat çiylişi orasıdır. Plus Z ilə reaksiya girib və çıxan duzlardan biri natrium xloriddir. Xlorid uşaqlar nitratı duzdan neyə bilməz? Çıxara bilməz. Xlorid turşusu nitratı neçədə duzdan çıxarır? 2-də. Deməli, xlorid turşusu dərsini keçmişdik ki, xlorid ionunun təyini var idi. İonun təyini. Yəni bu xlorid anionunu təyin eləmək üçün ya gümüş katyonu lazımdır, ya da xlorid anionunu aşkar eləmək üçün qurğuşun neçə müsbət lazımdır? 2 müsbət. Buradan ağ rəngli gümüş 1 xlorid, buradan da qurğuşun 2 xlorid çökdü uşaqlar hər ikisində. İndi xlorid anionu nə ilə təyin edirlər? Gümüş katyonuna. Gümüş 1 xlorid nə rəngli çökündü? Gümüş katyonu ilə xlorid anionu, gümüş 1 xlorid ağ rəngli çöküntü və qurğuşun 2 xlorid, bu da ağ rəngli çöküntüdür. Xlorid turşusu nitratı neçədə duzdan çıxara bilər? 2 dənə. Ya gümüş neçə nitratdan çıxara bilər? 1 nitratdan, gümüş 1 nitratdan. Ya da qurğuşun 2 nitratla reaksiya girir. Xlorid turşusu nitratı sıxışdırıb neyə bilər? Çıxara bilər. Niyə? O da xlorid ionunun nə idi uşaqlar? Təyini. Yəni turşuların duzlardakı turşuları sıxışdırıb çıxarma sırasında eyni cərgədə gələn turşu xlorid, xloriddən sonra gələn turşu. Əvvəldə nə idi? Bir də təkrar eləyək. Sulfat. Sulfatdan sonra xlorid, nitrat, ortofosfat. Buradan xlorid ortofosfatı duzdan çıxara bilməz. Ortofosfat xloridi çıxara bilməz. Amma xlorid nitratı neçə dənə duzdan çıxarır? 2. Ya gümüş 1 nitratdan çıxara bilər, ya da qurğuşun 2 nitratdan. Niyə görə 2 duzdan çıxarır? Bu da xlorid ionunun nə idi? Təyinidir. Nə idi uşaqlar? Burada gümüş 1 xlorid, nə rəngli çöküntü çıxacaq? Ağ rəngli çöküntü və plus nitrat turşusu çıxır, HNO3 və ya digər reaksiyada qurğuşun 2 nitrat, qurğuşun valenti 2-dir. 2 nitrat xlorid turşusuna reaksiya girir. Yenə də xlorid ionunun nə idi? Təyini
və buradan qurğuşun neçə xloridi olur? 2 xlorid və plus HNO3. Nə turşusu çıxacaq? Nitrat turşusu. Bura bir 2, bura bir 2 yazır. Aydın oldu? Ağ rəngli çöküntü. Amma qalan nitrat duzlarının heç birinin yerdə qalan nitrat duzları var ha. Məsələn, natrium nitrat. Onun natrium nitratdan natrium xlorid üzərinə turşu əlavə etməklə almaq mümkün nədir? Deyil. Xlorid burada nitratı neyə bilməz? Çıxara bilməz. Xlorid turşusu nitratı neçədən duzdan çıxarır? 2 duzdan. Ya gümüş neçə nitratdan çıxarır? 1 nitratdan çıxara bilər. Bir də təkrar edirəm, gümüş 1 nitratdan. Ya da qurğuşun 2 nitratdan çıxara bilər. Bu da xlorid ionunun nə idi? Təyini. Burada X, Z-in yerinə turşu götürmək olmaz. Xlorid turşusu natrium nitratın içərisindən natrium xlorid nitrat turşusu alınması mümkün nədir? Deyil. Çıxara bilməz. Keçdik digər suala. Bizə deyir, hansında turşu götürülmüşdür? Uşaqlar, hansında turşu götürülüb? Yalnız Y-də turşu ola bilər. Y nə ola bilər orada? Turşu ola bilər. Yalnız Y olan bənd 166-da deyir, hansı turşu ola bilər? Yalnız Y olan D bəndidir. Növbəti suala gedirik. Növbəti sual belədir uşaqlar. 160, neçədir bu? 167-ci sual. Deyir ki, uşaqlar, suda məhlulları reaksiya daxil olan maddələr və onlar arasında baş verən reaksiyanın əlamətləri arasındakı uyğunluğu müəyyən edin. Suda məhlulları reaksiya daxil olan maddələri və suda məhlulda reaksiya daxil olan daha doğrusu maddələr və onlar arasında baş verən reaksiyanın əlamətləri arasındakı uyğunluğu müəyyən edin. Deməli, belə bir yazıb, birinci reaksiya yazıb, ikinci reaksiya, üçüncü reaksiya və bir də dördüncü reaksiya. Birinci reaksiya nədir? İkivalentli misin həll olan dozun aşkar etmək üçün, bu mis 2 sulfat həll olan maddədir. Baxın, H, bir də M yazıramsa həll olan dozdur. Onu qələvlərlə aşkar edirlər. Barium hidroksid qələvidir. Mislə OH birləşəcək göy rəngli çöküntü. Əlamət nə oldu? Göy rəngli çöküntü və barium SO4 ağır şipat, ağ rəngli çöküntü. Həm göy çöküntü çıxır, həm də ağ çöküntü əmələ gəlir. 1. Rum rəqəmindən birinci reaksiyanın əlaməti nə olur? Birinci reaksiyada orada bəndlər yazılıb 1-də. Deyir ki, qaz və su əmələ gəlir. Burada uşaqlar çöküntü, bir çöküntü əmələ gəlir. 2 var bəndlərdə bir çöküntü olan var. Bir də var 2 çöküntü olan var. 1-ə aiddir 4. 4-də yazıb 2 dənə çöküntü əmələ gəlib. Həqiqətən də burada göy rəngli çöküntü əmələ gəlir və ağ rəngli çöküntü. Neçədən çöküntü əmələ gəlir? 2 dənə. Digər reaksiyaya baxırıq. İkinci reaksiya. Natrium karbonat, susuzlaşdırılmış soda, plus sulfat turşusundan reaksiya gedir. Baxın, sizə nə demişdim? Duzlarla turşu nə zaman reaksiya gedir? Turşuların nə sırasında? Şərt fəallıq sırasında. Əvvəl gələn turşu özündən sonra gələn turşunu duzdan sıxışdırıb çıxarır. Natrium sulfat karbonat turşusu çıxır. O da davamsızdır, parçalanır suya. Bir də karbon neçə oksidinə? 4 oksidinə. Dəyişmə və nə reaksiyası? Burada duz suda həll olandır. Burada alınan maddələrdən biri qazdır. Deyir, qaz və su əmələ gəlir. 2-yə aiddir 1. 1-də yazıb ki, qaz və nə əmələ gəlir? Su əmələ gəlir. Daha çöküntü yoxdur burada. Qaz və su əmələ gəlir. Sonra keçdik 3-cü reaksiya. 3-cü reaksiyada nə yazıb uşaqlar? Qurğuşun 2 nitrat yazıb. Qurğuşun 2 nitrat həll olan duzdur. Kalium sulfidi. Bu da həll olan duzdur. Duzlar həll olmuş halda gedir reaksiya. Nitratlar hamısı nə olandı? Həll olan. Kalium bütün duzları həll olandı. Qurğuşun 2 sulfid, qara rəngli nədir bu? Çöküntü. Rəngini əzbərləyin. Nə rəngli çöküntüdür? Qara rəngli çöküntü və kalium nitrat çıxır. Kalium nitrat Hindistan şorası. Buradan alınan maddələrdən biri çöküntüdür, digəri həll olan duzdur. Elə bənd yoxdur. Burada bir çöküntü əmələ gəlir. 3-ə aiddir. Bir çöküntü əmələ gəlir. O da 3-cü bənd. Bəli. Əlamətləri sözlə yazıb uşaqlar. Reaksiyanın nəyi yazıb orada? Əlamətlərin sözlə yazıb. Deməli, birinci reaksiyada neçədə çöküntü əmələ gəldi? 2-də çöküntü. İkinci reaksiyada qaz və nə əmələ gəldi? Su. Üçüncü reaksiyada bir çöküntü əmələ gəldi və keçirik dördüncü reaksiya. Dördüncü reaksiyada dəmir 2 sulfid. Bu pirit deyil uşaqlar. Bunun adı nədir? Dəmir
Neçə sulfiddir? 2 sulfid. Duzlar sinifinə aiddir. Dəmir 2 sulfid plus sulfat turşusuna reaksiya girir. Sulfat turşusu sulfiddən əvvəl gəldiyinə görə onu sıxışdırıb çıxarıb. Duzla, sulfidin duzudur, oksigensiz duzdur. Turşu nə zaman reaksiya girir? Turşuların nə sırasında? Şərti və sulfat onu sıxışdırıb çıxardılacaq. Dəmir 2 sulfat əmələ gəlir və bir də H2 silah yumurta ilə. Burada dəmirin valenti 2-dirsə uşaqlar, 2 sulfat əmələ gəlir. Neçə sulfat əmələ gəlir? 2 sulfat suda neyniyən duzdur? Həll olan duz və bir də H2S verir. Alınan maddə bir qaz əmələ gəlir. Qaz əmələ gəlir burada. Qaz əmələ gəlir, buna aiddir. 4-ə aiddir neçənci? 2-ci. 2-də yazıb qaz əmələ gəlir. Doğrudan da burada qaz əmələ gəlir. Və H2S bilirsiniz nə tipli hidritdir? Bu deyil. H2 tipli uçucu hidrit neçənci qrup verir? 6-cı qrupun A yarım qrupunda qeyri-metalların hidridi uçucudur. Nədir? Uçucudur. Keçdi digər reaksiya. Deməli, bunu da bəndi müəyyən elədim. İndi yazıb burada 168-ci sualda nə yazıb? 168-də yazıb alüminiumun 1. Alüminiumun deyir, nəyin tapın? Nitridin. Sonu nə şəkilçisidir? İdi. İdi deyəndə azot yazıram. Azot metallarla nitrid əmələ gətirir. Azot metallarla özünün neçə valentdə aparır? 3. Alüminium da valenti 3-dür. Bu alüminium nitridin formuludur. Alüminium nitrid. İkincidə nə yazıb? Alüminium sulfid. Sonu iç şəkilçisilə deyəndə alüminium S yazıram. Kükürt. Metalların yanında özünün 2 valentidir. Alüminium 3'ü bura gəlir, 2 də bura. Alüminium nə oldu bu? Sulfid. Sonu nə şəkilçisilə tutar? İdinə. Və üçüncü maddədə nə yazıb? Alüminium xlor İdi, oksigensiz duz. Bu da duzdur, oksigensiz duzdur. Bu nitridlərə aiddir. Bura nə yazıram? Alüminium. Xlorid neçə əsaslıdır? Bir əsaslı. Alüminium valenti 3. Bu da 3 gəldi bura. İndi bizə deyir ki, formulları yazın. Yazdıq. Söz nə yazmışdı? Formulları. Bu oldu alüminium nitridi. Metal müsbət 3, bu da mənfi 3. Metal daim necə yüklənir? Müsbət, kükürt mənfi 2, burada müsbət 3, mənfi 1. İndi bizə deyir ki, burada bu maddələrdə atomların sayı müəyyən edilir. Atom sayı deyəndə hara fikir verir? Alüminium nitriddə bu da 3 valentidir, bu da. Belə qalır da. Burada atom neçə mol atom var? 2 mol atom. Atom deyəndə hara fikir verir? Bu birincidir. Sonra ikinci maddə alüminium sulfid deyəndə bu 2 idi. 2 bura gəldi. Bu 3 də bura gəldi. Burada 2, burada da 3. 5 mol atom var. 5 mol atom deyəndə indeksə baxırıq. Bu ikinci maddədir. Alüminium xlorid deyəndə bunun 3'ü gəldi bura. Xlor 1 mol burada, 3 mol da burada. Neçə mol atom var? 4 mol atom var. Bu da üçüncü maddə. Bizə deyir ki, atomların sayın artması ilə düz. Ən kiçik birincidir. 1 kiçikdir 3-dən, 3 də kiçikdir 2-dən. Deməli, 2 mol atom, sonra 4 mol atom, sonra da neçə mol atom oldu? 5 mol atom. 1 kiçikdir 3-dən, 3 də kiçikdir 2-dən. Cavab nə bəndə oldu? C bəndi. Növbəti suala keçid alırıq. 100 neçə yazırıq? 69'u. 169'da deyir alüminiumun, yenə də sözünə yazıb, karbidi. Baxın, birincidə nə yazıb? Karbid. Axırı nə şəkilçisidir? İd. Alüminium nə yazırıq? C. Karbid. Karbon yazırıq. Karbon metalın yanında burada 4'dür. Alüminium valenti 3'dür. 3 bura gəldi. Uşaqlar 4 bura. Bu oldu alüminium karbid. Aqreqat halı necədir? Bərk. İkinci nə yazıb? Alüminium fosfid. Alüminiumun yanına bir dənə yazırıq. Fosfor, idi, oksigensizdir. Fosfor 5-ci qrupdur. Azot, fosfor, arsen metalların yanında özünün 3 valentdə aparır. 5-ci qrupda olan 3 də qeyri-metal var. Azot, fosfor, arsen metallarla özünün neçə valentdə aparır? 3 valent. Bunun adı nə oldu? Alüminium fosfid, alüminium karbid və üçüncü maddə nədir orada? Alüminium sulfid. Sulfid deyəndə kükürt metalların yanında özün 2 valentdə aparır. Alüminium 6-cı qrupdakı qeyri-metallar metallarla birləşmədə özün bilavasitə neçə valentdə aparır? 2 valentdir. İndi deyir burada atomların sayını tapın. Birinci maddədə 4, burada da 3, 7 də atom. Burada bir dənə burada, bir dənə burada 2 mol atom. Mol nə deyirlər ona? Atom. Digərində isə 5 mol atom. Neçə mol atom oldu? İndi bizə deyir ki, atomlarının sayının artması ilə düzək. Artması ilə düzəndə əvvəlcə 2 yazırıq. 2'nin atomu 2 mol atomdur. Üçüncü maddədə 5 mol atom.
Sonra gəlir birinci maddə 7 mol atom. 2 deməli kiçikdir 3-dən. 3 də kiçikdir 1-dən. Cavab nə bənd oldu? A bəndi. Yadınızda qaldı ki, burada nə dedim sizə? Bir də əlavə olaraq qeyd edim ki, 5-ci qrupun A yarım qrupunda birinci dövrdə xana boş idi. 2-də nə gəlirdi? Azot, ikinci dövrdə 3-də fosfor, 4-də arsen. Burada 3 dənə qeyri-metal var idi. Stibiumla bismut nədir? Metaldır. Bu 3 qeyri-metal, metallarla reaksiyada özlərini neçə valent aparır? 3 valentdir. İndi deyəndə ki, alüminium metaldır, fosfid, fosfor burada deyil. Metalın yanında özü neçə valentdir? Alüminium valenti 3-dür. Alüminium fosfiddir. Aqreqat halı necə olur? 5. Bu müsbət 3, bu neçə 3-dür? Fosfidlərdə fosforun valenti 3-dür, dərəcəsi -3. -3 olsun minimum nə dərəcəsidir? Oksidaşma dərəcəsi. Ümumiyyətlə 5-ci qrupun sonu necə idi? NS2, MP3 idi. S2 xırdalayanda P3 tamamlanması üçün neçədə ala bilər? 3-də alsa neçə 3 olacaq? -3 və 5-də də versə neçə 5 olacaq? Müsbət 5. Aydındır, minimum -3-dür, maksimum müsbət 5-dir. Sonra digər sualı keçirik. 170. 170-də çox maraqlı sual var. Alüminium hidroksid verib, 3 turşulu amfoter xassəli əsasdır. Ağ rəngli həlməşiyə bənzər nədir? Çöküntü. Plus 2 mol nitratla reaksiya girib. Baxın, moluna fikir verin. 2 mol nitratla. O da yenidən X maddəsi, yenidən 1 mol nitratla reaksiya girib Y əmələ gəlib. Bizə deyir X və Y-in nisbi molekul kütləsini hesablayın. Çox turşulu əsasdır. Çox turşulu nədir bu? Əsas. Və bir əsaslı turşunun qarşılıqlı nə zamanı? Turşunun molundan asılı olaraq. Baxın, turşuda hidrogen neçədəndir? Çox turşulu əsas və bir əsaslı turşunun qarşılıqlı nə zamanı? Təsir zamanı. 2 dənə H var. O H neçədəndir? 3 dənə. Neçəsi getdi? X-i gedir. 2 dənə H var burada uşaqlar. O H neçədəndir? 3 dənə. O H böyük olduğuna görə necə duz verir? Əsasi duz. Azın sayı qədər deməli hidroksid qrupu nə qalığı ilə əvəz olunur? Turşu qalığı ilə əvəz olunur. Olur alüminium, hidrokso. Neçəsi əvəz olundu? X-i. 2 dənə hidrogen olduğuna görə hidroksid qrupunun neçəsi əvəz olunur? Alüminium hidrokso, nitrat. Nitrat turşunun valenti neçədir? 1. Bu mötərizə bura gəldi və 2 molda su molekulu çıxır. Bir də təkrar edirəm, baxın uşaqlar. Alüminium hidroksid neçə turşulu əsasdır? 3 turşulu amfoter xassəli əsasdır. 2 mol nitrat turşusuna reaksiya girir. Çox turşulu əsasla bir əsaslı turşunun qarşılıqlı təsir zamanı 3 hidroksid buradadır. 2-də də hidrogen atomu var. Hidroksid qrupu çox olduğuna görə sözsüz ki, buradan necə duz çıxacaq? Əsasi duz əmələ gəlir. Hansı duz əmələ gəlir? Hidrogen 2 dənəsi hidrogen katyonu 2 dənə olduğuna, 2 mol katyon olduğuna görə hidroksidin neçəsi əvəz olunur? X-i nə qalığı ilə əvəz olunur? Turşu. O zaman X-i çıxandan sonra alüminium hidrokso neçəsi əvəz olunur? O H burada 3 dənə deyildi uşaqlar. Neçə çıxıb? Onun əvəzinə NO3, alüminium hidrokso nitrat. Nitratın valenti neçədir? 1. Bu 2 hara gəlir? NO3-ü mötərizə alıb bura bir neçə yazıram? 2. Bunun adı nə oldu? Alüminium, qısa yazar. Alüminium, qısa dedim amma uzun yazdım. Hidrokso, nə deyirlər ona? Hidrokso, nitrat. Və 2 dənə H-ın yanına 2 OH, 2 molda su əmələ gəlir. Bu bizim X dozumuzdur. İndi həmin o alüminium hidrokso, X-i çıxıb da buradan nitrat. NO3-ün valenti 1-dir, bu 2 gəldi bura. Baxın bu 2. Plus yenidən nitratla reaksiya girib. Nə ilə reaksiya girir? Əsasi duzda OH neçədən qalıb? 1 dənə. Burada da hidrogen neçədəndir? 1 dənə. Əsasi duz yenidən turşu ilə reaksiya girəndə əsaslıq azalır. Nə azalır orada? Əsaslıq necə azalır? OH-ın biri ilə hidrogenin biri gedir. Necə duz çıxır? Birləşir, normal duz çıxır, əsaslıq azaldı. Alüminium nitrat və bir də su molekulu. Bu OH-da NO3 ilə əvəz olunanda normal duz və 1 molda su əmələ gəlir. Deməli, alüminium hidroksid 3 turşulu əsasdır. Neçə turşulu əsasdır? 3 turşulu əsasın ümumiyyətlə 3 sıra duzu var. Yəni, burada vermir. Alüminium dihidrokso ola bilərdi. Neçəsi əvəz olunur? Biri nitratla əvəz oluna bilərdi. O zaman neçə mola neçə mol girməli? 1 mol. Yəni, alüminium indeksinə baxın 1 mol, NO3-də 1 mol. Alüminium
hidrokso olanda OH-ın ikisi əvəz olunub. NO3-ün valenti 1-dir. Mötərizə bura bir neçə yazır uşaqlar? 2. O zaman alüminium 1 dənə, NO3 2 dənə. 1 mola neçə mol götürmək lazımdır? 2 mol. Və bir də alüminium nitrat ola bilər. Orta və necə duz ola bilər? Əvvəlcə OH-ın biri NO3 ilə əvəz olunur, sonra ikisi NO3 ilə, sonra da 3-ü əvəz olunanda orta və necə duz olur? Bu duzu almaq üçün neçə mol lazımdır? 3 mol lazımdır. Əsasla turşu 1 mola 3 mol reaksiya girəndə necə duz çıxır? Normaldır. Hidrokso bir də necə duz verdi? Normal duz. Aydındır. İndi bizdə 1 mola birinci neçə mol idi? Bax, bir də təkrar edirəm. Birinci alüminium hidroksid 1 mol idi. Amma turşu neçə mol idi? 1 mola neçə moldur? 2 mol. Hidrogen 2 dənə hidrogen katyonu var, 3 də hidroksid anionu var. Əsas çoxsan əsası duz. OH-ın neçəsi əvəz olunur? İkisi əvəz olunur. Hidroksid qrupunun neçəsi əvəz olunacaq? Olacaq alüminium hidrokso nitrat. Nitrat neçə əsaslıdır? Bir əsaslı, mötərizə bura bir 2 və 2 molda su molekulu. Bu bizim X duzumuzdur. Nə duzudur? Bunun emeri necə hesablayaq? Emer, alüminium, hidrokso deyəndə ikisi çıxıb. İkisi çıxıb. Burada bir NO3-ün valenti 1-dir. Gəldi bu 2 bura. Bu hesablamaq üçün orada uşaqlar nə verib? Emer alüminium hidroksid verib. Hazırım. Məsələn, sizə imtahanda da belə verəcək. Emer alüminium hidroksidi verib. Neçə? 78 və bir də emer nitratı verib uşaqlar 63. 78-dən neçədə OH çıxıb burada? 2 dənə. Baxın, 78-dən 2 də OH çıxanda bunun emeri 3 turşulu əsas deyil. Emeri 78 idi. Alüminium hidroksidinin emeri neçə idi uşaqlar? 78. Neçədə hidroksid qrupu çıxardıram? 16. Burada da plus 1. 17 2-yə vururam. 34 çıxardıram da. Yəni bunun 2 dənə OH neçə qram çıxardıram? 34 qram çıxanda neçə qalır burada? 78-dən 34 çıxanda 4. 7-dən 4 çıxanda neçə eləyir? 44. 44 burada qaldı. Sonra nitratı necə tapırlar? Emer nitratı verib. Nitratdan da bizə lazımdır. Emeri neçədir burada? Nitratın emeri 63 deyildi. 63-dən də 1 qram hidrogeni çıxandan sonra NO3-ün emeri neçədir? 62. Bəli. Emeri neçə oldu uşaqlar? 62. İndi bu turşun emerini hesablayanda, bu duzun emerini hesablayanda alüminium, hidrokso, NO3 də neçədə idi orada? 2 dənə. O zaman bunun emeri 44. Üstə gəlmə 62 vurmaq 2.